bu qədər dəyərli insanları tanımaq fürsətim olur, həm bu qədər dəyərli insanlarla danışmaq, bu qədər dəyərli insanların səsini ölkəmə eşitdirməyə fürsətim olur. Yəni məndən bəzən soruşurlar, necə olur ki, bu adları tapıb gətirə bilirsən? Hətta bəzən şey deyirlər, onların hamısı pul verib gətirirsən? Yox. İnanın, pulla o insanları bırakın qapısını çalmağı, geri dönüş belə eləməzlər. Ya da hansısa bir güc və s. istifadə edir, əsla və qətiyyən deyil. Kömək eləməklərinin tək bir məqsədi var. Bu yolda nə qədər bir şeyləri dəyişmək istədiyimi görürlər əslində. Olur ki, əslində bir görürlər hardan məzunam, nələr etməyə çalışdım, nələr etməyə çalışıram və ən əsası bu motivasiyam, bir şeyin dəyişmə motivasiyası, niyyətimi görürlər, oxuyurlar və bu insanlar mənim niyyətimi oxuya biləcək intellektual düzəyə sahib insanlardır əslində. Bizlər kimi obsessiv olan insanlar ən doğru məlumata çatmaq istəyirik, ən doğru insana çatmaq istəyirik və bunu əldə etmək üçün də ən azından mən öz tərəfimdən bilirəm ki, heç kimə faydalı olmasam da özümə faydalıyam. Və bu qədər dəyərli insanlarla görüşüb, bu qədər dəyərli insanları dinləmək, ayna növronlarımı aktiv etmək, yəni həm iyi olan insanların faydalanmağını istəyirəm, amma eyni zamanda da mütəxəssislər, uzmanlar ya da daha dərin məlumat əldə etmək istəyən insanlar üçün də daha dərin mövzularını anlatmaqlarını istəyirəm hocaların. Mümkün olduğu bəsit dildə istəyirəm bunu. Əlbəttə bu ən bəsit dildə olmur, çünki insan beyni ya da insan orqanizması o qədər bəsit bir mexanizma deyil ki. Mümkün olan bir də Türkçe seçməyimin də səbəbi əslində. Yəni Türkçe biraz insanlarımız hakimdir bu dilə. Ona göre biraz Türk dili üzerinden bir program etmeye çalıştım. Harici üniversitelerden, Stanford'dan olsun, Harvard'dan olsun, orada təhsilini almış insanlara mesela ya da gigautların olsun. Dilləri Türkçədir, hakim dilər o dillərə. Ona görə də həm beynəlxalq təcrübəni gətirmək istəyirəm, həm Türk dilində gətirmək istəyirəm, həm də ən doğru məlumatları gətirmək istəyirəm deyəndə ortaya bu adlar çıxır. Ona görə ən doğruluğunu yenə də insan özü. Yəni mən bunları özüm üçün doğru bildiyim, rəva bildiyim insanları necə deyirlər, yolumu davam edirəm. Hər kəs özü üçün. Yəni bu insanın özünü hörmət etməsi də biraz buradan gələn bir şeydir. Yəni necə ki mən gedib hər yerdə, hər təmiz olmayan bir yerdə yemək yemərəmsə, bunu özümə rəva bilmirəmsə, eyni şəkildə beynimi də çox bildirəklə burada durmaq istəmərəm.